rəhimli və mərhəmətli və çox bağışlayandır. Allahu Əkbər deyirik. Gör nə qədər böyükdür Allah. Biz zənn eləmirik onu. Biz onun fərqinə belə varmırıq ki, Allah nə qədər böyükdür. Bəlkə də biz gedib o göyləri, o ulduzları, o galaktikanı görsək, deyərik ki, Allahım sən nə qədər böyüksən. Amma Allah o qədər böyükdür ki, insanın qəlbinə də o rəhmi, o mərhəmətli duyğusunu veribdir. Keçən söhbətlərdə danışdıqda insanda bir vicdan deyilən bir şey var. O vicdan insanın içərisində olan o mərhəmətidir, rəhmidir. Çünki Allah Teala bizlərə öz nurundan üfürübdür. Biz Allahın bir zərrəsiyik. Allahın bir zərrəsiyik ki, bu canı daşıyırıq və əmanət olaraq da onu sahibinə təslim etməliyik. Bizi azdıran, rəhmətdən çıxardan, rəhimli olmaqdan çıxardan, mərhəmətli olmaqdan çıxardan nəfsimizdir. Baxın, bu günləri Allah Teala bizə o qədər böyük, o qədər mübarək, o qədər fəzilətli bir nimət olaraq bu Ramazan ayını vermişdir ki, İmam Sadiq Əleyhisselam buyurur ki, Tövrat mübarək Ramazan ayının 6-sında, İncil 12-sində, Zəbur 18-də, amma Quran-ı Kərim isə Qədr gecəsində nazil olub. Bu Allahın bizə qarşı olan rəhmidir, mərhəmətidir. Elə bir sanki yer kürəsində seçilmiş bir insanlardır müsəlmanlar, təslim olanlar. Ya eyyuhəllezine amanu deyiləndə o iman gətirənlər, Allaha təslim olanlar, onlar ki Allaha iman gətiriblər, onlara səslənir. Niyə səslənir? Yəni vacib bir xəbər var. Yəni önəmli bir xəbər vardı, sizlərə çatdırmaq istəyir. Bu Ramazan ayının fəzilətləri elə birincisi Quran-ı Kərimdir. Ki Quran-ı Kərim nazil olan aydır. Bizlərə, müsəlmanlara nazil olan bir aydır ki, Allah Teala o ayı bizə nemət olaraq veribdir. Görürsən biz gəlirik, məsələn bayram eləyirik, vitr bayramı, düzdür? Bayramda görüşürük, bayramlaşırıq. O nəyin bayramıdır? Oruç tutmağımızın mı bayramıdır? İlk öncə onu deyək ki, Ramazan sözünün mənası yandırmaqdır, yandıran. Nəyi yandırır? Günahları yandırır. Həzrət Əli Əleyhisselam demirmi? Hər günahsız keçən gün müsəlmanın bayramıdır. Allah istəyir ki, bu günlərdə günah etməyəsən. Ramazan orucunu tutmaq tək mədəni ac qoymaqdan ibarət deyil. Allah bizi tərbiyə eləyir. Allah Teala bizi tərbiyə eləyir. Peyğəmbəri vasitəsilə bizi tərbiyə eləyir. Quran-ı Kərimin nazil olan ayı seçib Ramazanı. Quran-ı Kərim ilə bizi elmin, əxlaqın, biliyin carçısı olaraq insanı tərbiyə eləyir Quran-ı Kərim. O birisi dinlərdə günləri var. İndi oxudum, hansı gündə məsələn o nazil olubdur. Amma Qədr gecəsi bilinmir.